Dostlar salam, xoş gördük. Deməli biz bu gün baxırıq 25 yanvar 2026-cı il 11-ci sinif OTK suallarına. Suallara keçməmişdən öncə istəyirəm sizə buraxılış sınaq qrupumuz haqqında məlumat verim. Deməli bilirsiniz ki, imtahana 40 günə yaxın bir vaxt qalıb və biz hər gün deməli 2 və 3 dənə deməli sınaq atırıq qruplara və günün sonunda da onların video izahları atılır. Və qrupun ödənişi çox minimaldır, yəni hər kəsə uyğundur. Qrupa qoşulmaq istəyib nəticəsini qaldırmaq istəyənlər bu nömrələrlə əlaqə saxlaya bilər. Deməli, birinci sualdan başlayaq. Deməli, sırasını moda və median həndəsə ortasını tapın. Moda bilirik ki, sırada ən çox iştirak edəndir. Görürsünüz ki, bu 9-dur. Median isə ortadakıdır. Məsələn, siz buradan 3-ün ayırın, buradan da 3-ün ayırın. Ortada nə qaldı? 4. Deməli, median nədir? 4. Həndəsi orta deyir. 9 və 4-ün həndəsi ortası kök altında onların hasili, kökün də dərəcəsi ədədlərin sayı qədər olmalıdır. Eləyəcək 6 C bəndi. Keçək 32-ci suala. Demək, ABCD paralelogramı verilmişdir. Demək, A nöqtəsinin koordinatları 2, -2, B nöqtəsinin koordinatları -4, 6, C-nin koordinatları -1, 3, D-nin koordinatları isə A1-dir. Deməli, A plus B cəmini bizdən soruşur. Belə eləyək. Gəlin bunun diagonallarını çəkək. Aha. Demək, bu nöqtənin koordinatları neçə olacaq? Aydındır ki, məsələn, bu hissələr bir-birinə bərabərdir. O zaman bu nöqtənin orta nöqtəsidir, düzdürmü? O zaman bura eləyəcək 2 plus -1 bölünsün 2. 0,5 3 çıxılsın 2 bölünsün 2. O da eləyəcək neçə? 0,5. Bir dəqiqə. Demək, eləyəcək 0,5. Həmçinin demək, B və D nöqtələrində orta nöqtəsidir bu 0,5 nöqtəsi. O zaman demək, A çıxılsın 4 bölünsün 2 bərabərdir 0,5. Buradan alırıq ki, A minus 4 bərabərdir 1, A bərabərdir 5. Bir də ki, demək, 6 üstə gəlsin B bölünsün 2 bərabərdir 0,5. 6 plus B bərabərdir 1, B bərabərdir -5. A plus B cəmini bizdən soruşur. O da eləyəcək 0 D bəndi. Keçək 3-cü suala. Deməli, BD tənböləndir. Onda alfa yazaq. DY AB-yə paraleldir. BY 3-dür. Deməli, YS 6 olarsa, AB tərəfinin uzunluğunu tapın. Deməli, əgər, baxın, bunlar bir-birinə paraleldirsə, baxın belə, paraleldirsə, o zaman çarpaz bucaqlardan biz bilirik ki, bu bucaq alfadırsa, o zaman bu bucaq da alfa olacaq. Onda bu bərabər yanlış bucaqdır deyə burada 3-dür, düzdür. Həmçinin, bax, bura beta bucağı olsa, burada olacaq beta bucağı, uyğun bucaqlardır. Buradakı teta bucağı da ortaq bucaq olsun, burada oxşarlıq mövcuddur. Deməli, teta bucağının qarşısına baxın. Bax, balaca üst bucaqda neçədir? 3. Böyük üst bucaqda neçədir? X bərabərdir. Demək, kiçik üst bucaqda beta bucağının qarşısında nə dayanır? 6. Böyük üst bucaqda betanın qarşısında nə dayanır? Baxın, bu hissə 9. Bölünsün 9. Və salam. 6x bərabərdir 27-yə. 3-ə x sarıfarsaq 2x bərabər 9. X eləyəcək. Demək, 4,5 A variantı. 34-cü sualda tənliyini həll edin. Demək, belə eləyək. 2 vurulsun sinus kvadrat. Demək, x bölünsün 2. Dərəcəsini azaldaq. 1 çıxılsın. Kosinus 2 alfadır, düzdürmü? Bizim alfamızda x bölünsün 2-dir. O zaman eləyəcək kosinus alfa. Bölünsün 2 bərabərdir 1. 1 çıxılsın kos alfa bərabərdir 1-ə. Buradan alırıq ki, kosinus alfa bir dəqiqə səhv elədik. Yox, düz eləmişdik də. 1 çıxılsın kos alfa nədir? Demək, 2 ilə 2 xisar gedir, qalır 1. Deməli, kosinus alfa nədir? 0. 0 xüsusi haldır. Deməli, alfanın hansı qiymətini alır bu? Pi bölünsün 2, üstə gəlsin pi k, düzdür. K da daxildir z-ə. Belə. Cavab eləyəcək A variantı.
Baxaq bu suala. Demək, ASB bucağı 90 dərəcədir. B bucağı 40-dır. CM mediandır. O zaman bilirik ki, bu hissələr bir-birinə bərabərdir. Demək, bu bir ASM bərabər yan bucaqda oturacağı bitişik bucaqlar bərabər olmalıdır. Və əgər bu bucaq ümumi 90 dərəcəsə, bu hissəyə nə qədər qalır? 90 çıxılsın alfa, düzdür. Bu hissə nədir bəs? Xarici bucaq xassəsinə əsasən 2 alfa deyil. O zaman CM5 bucağında demək, hansı bucaqları görürsünüz? 90 çıxılsın alfa, üstə gəlsin 2 alfa, üstə gəlsin 40 dərəcə, bərabər olmalıdır 180 dərəcəyə. Demək, alfa üstə gəlsin 130 bərabərdir 180 dərəcələrdə qoyaq. Alfa neçə eləyir? 50 dərəcə. Alfa 50-dirsə 2 alfa neçədir? 100 dərəcə. Bizdən soruşur AMC bucağını, yəni 100 dərəcənin qonşu olan bucaq eləyəcək 80 dərəcə C bəndi. 36-cı sual. Deməli, bu görürsünüz ki, artan funksiyadır. Artan funksiyanın qrafiki təbii ki, hansıdır? B variantı olacaq. Yəni, A üstü X funksiyası demək, artan funksiyadırsa, qrafik bu şəkildə olur. Yəni, bunu nəzəriyyədən biz bilirik. X kiçikdir 1 olduqda ifadəsini sadələşdirin. Bu sualın oxşarı olimpiyadaya da düşmüşdü bu yaxında. Fikir verin, kök altında demək, x kvadrat çıxılsın, x çıxılsın 1, üstə gəlsin. Bu nəyə bərabərdir? Modulda x çıxılsın 2, düzdür. Bərabərdir, demək, kök altında x kvadrat çıxılsın, x çıxılsın 1. X 1-dən kiçikdirsə, bunu biz əksi olaraq yazacağıq, düzdür. 2 çıxılsın x bərabərdir. Demək, kök altında x kvadrat minus 2x plus 1. Bu da aydındır ki, x minus 1-in möhtəzə kvadratıdır. Oradan da çıxacaq x çıxılsın 1. X yenə 1-dən kiçikdir deyə cavab olacaq nə? 1 çıxılsın x. A variantı. Əkov AB-ni tapın. Bundan yəni biz həddən artıq çox işləmişik. Baxın, demək 2-nin kvadratı 2. Hansını götürürük? 2-nin kvadratını. 3, 3-ün kvadratı. Hansını götürürük? 3-ün kvadratını. Bir də vururuq 5-in kvadratına. Düzdür. Bunları dildə desək, düzdür. Bunu demək düzgün deyil. Amma yəni üstü böyük olanları götürürük də. 4 vur, 9 vur, 25 bərabərdir 900. Üstü böyük olanları bir də olmayanları. Yəni 5-in kvadratı. Demək, bərabərsizliyi ödəyən tam ədədlərin cəmini tapın. İntervallar üsulu həll edəcək təbii ki. Məxrəcdə x minus 3 var. Deməli, 3-ü ala bilməz. 9 minus x. Deməli, 0-a çevirir hansı qiyməti? 9 qiyməti. Baxın, sizə bir şey deyim. İndi, baxın, 10 versək, nəyə bərabər? Məsələn, 9-dan bu tərəfdə də 10 qoysaq nəyə bərabərdir? Mənfi bölünsün müsbət. Olacaq neçə? Mənfi, düzdür. İndi 3 ilə 9 arasında 4 versək, olacaq müsbət. 2 versək neçə olacaq bəs? Mənfi. Demək, müsbət araq lazımdır bizə. Eləyəcək 3, 9, düzdürmü? 3-ü almır, 9-u alacaq. Tam ədədlərin cəmini soruşur. Demək, 3 almır, 4 üstə gəlsin 5 plus 6 plus 7 plus 8 plus 9-u da alır. 4 plus 5, 9 plus 6, 15, 7 gəndə 22, üstə gəl 8, 30 plus 9 eləyəcək 39 C variantı. Baxaq bura. Demək, belə. Adi oturacağın uzunluğumuz bizdən soruşur. Buradan gəlin bir hündürü endirək. Düzdür. Məsələn, biz bilirik ki, bura 45 dərəcə olsun. A kökü olur da, düzdürmü? Deməli, A neçə imiş? 4 imiş. Buradan da bir hündürlük çəkək. Bura 3-dür. Bura 4-dür. Aydın ki, bura da 4-dür. Onda Pifaqor teoreminə əsasən burada 3-dür. Adi oturacaq neçə eləyəcək? 10. A variantı. Bu suala baxaq. Deməli, ifadəsini sadələşdirin. Belə edək. Buradan x kvadratı möhtəzə xaricini çıxaraq. Baxın bu hissədən. Qalır nə? X kvadrat vurulsun. X plus y. Buradan da mənfi möhtəzə xaricini çıxarsaq qalır x plus y. Düzdürmü? Bölünsün. Buradan da x-i çıxarsaq, x kvadrat minus 1, onu da vuruqlayarsak, x minus 1, x plus 1. Demək, buradan x plus y möhtəzə xaricini çıxaraq surətdə qalır x kvadrat minus 1.
Əslində isə aşağıda vurğulara ayırmasaq da olardı. Nə isə. Təzədən yenə bağlayaq bunu. Bunlar ixtisar gedir. Qalır nə? X plus Y bölünsün X. D bəndi. Kvadrat tərinin köklərindən biri m-dirsə, x-in yerinə m qoyaq. Demək, m kvadrat çıxılsın, m vurulsun, m plus 1 üstə gəlsin 5. Bərabərdir 0-a. Dəqiqə, baxa, hər şey düz elədikmi? Aha. M kvadrat çıxılsın, m kvadrat çıxılsın, m üstə gəlsin 5. Bərabərdir 0-a. Demək, buradan alırıq ki, m neçədir? 5. Düzdür, m kvadrat islah olunur. Belə. Bir dəqiqə, hər şeyə baxaq mı? Düzdür. Aha. İndi m-in yerinə 5 qoyaq, görək nə baş verir? X kvadrat çıxılsın 6x plus 5. Bərabərdir 0 tənini aldıq. Düzdür. Bu tənin demək vurğulara ayırsaq. Demək x minus 5 vurulsun x minus 1 də düzdür. Demək, x1 5-dir, x2 neçədir? 1. Kiçik kökünü soruşur, cavab eləyəcək 1. İfadəsinin qiymətini tapın. 0-dan 4-də 2, bilirsiniz ki, 9-da 2-dir. 1 bölünsün 9-da 2 nəyə bərabərdir bəs? 2-də 9, düzdür. Burada da həmçinin 0-dan 4-də 5 neçədir? 9-da 5. 1 bölünsün 9-da 5 nədir bəs? 5-də 9. Bölünsün 0-dan 4-də 7. 0-dan 4-də 7 neçədir? 9-da 7 deyil. Bölünsün işarəsi var deyəm. Hasil şəklində yazıb, tərsini çeviririk də, düzdür. Bunu bilirik. Belə. Bərabərdir. Ortaq məxrəcə gətirsək, 10-da deməli 45 üstə gəlsin 18 vurulsun. Demək, 9 bölünsün 7-yə. 45 ilə 18-in cəmi neçə edir? 63. Düzdür. 63 bölünsün 10. Vurulsun 9 bölünsün 7. Bunlar demək ixtisar gedəcək 9-a. 9 vur 9 81 böl 10 8,1 D bəndi. Baxaq 44-cü suala. Maraqlı sualdır. Baxın, tangens 60 neçədir? Kök 3-dür. Buna oxşar da var topluda özdə. Sinus 20 çıxsın 1 bölünsün. Demək, kosinus 20 dərəcə. Bərabərdir. Ortaq məxrəcə gətirək. Demək, sinus 20 dərəcə vurulsun kosinus 20 dərəcə. Demək, kök 3 kosinus 20 çıxılsın. Demək, sinus 20 sinus 20 düzdür. Demək, kəsin sürətini 2-yə vurub 2-yə bölək. Yəni 2 vurulsun 2-də 1 belə deyək, 2-də 1 kök 3 bölünsün 2 vurulsun kosinus 20 dərəcə çıxılsın 2-də 1 vurulsun sinus 20 dərəcə bölünsün. Demək, sinus 20 dərəcə vurulsun kosinus 20 dərəcə. Bərabərdir. 2 vurulsun. Kök 3 bölünsün 2-nin yerinə yazaq. Kosinus neçə? 30 dərəcə vurulsun kosinus 20 dərəcə. Çıxılsın. 2-də 1-in yerinə yazaq. Sinus 30 dərəcə vurulsun sinus demək 20 dərəcə. Bölünsün. Demək, sinus 20 dərəcə vurulsun kosinus 20 dərəcə. Biz bilirik ki, baxın bu hissə nədir? Kosinus alfa plus beta'nın açılışıdır, düzdür? 2 vurulsun. Demək, kosinus neçə? 2 kosinus alfa plus beta 30 plus 20 eləyir 50. Düzdür? İndi belə eləyək. Baxın, sinus 20 kosinus 20. Sinus alfa kosinus alfa. Biz bilirik ki, 2 sinus alfa vurulsun kosinus alfa, sinus 2 alfa. Düzdürmü? O zaman həmin düstura gətirmək üçün sürəti və məxrəci 2-yə vuraq. 2 vurulsun. Demək, sinus 20 vurulsun kosinus 20 bərabərdir 4 kosinus 50 dərəcə. Bu nəyə bərabərdir? Və sinus 40 dərəcəyə. Düzdür. Bunlar da eynidir. Düzdürmü? Qalacaq 4. Cavab eləyir 4. Çoxluğunun 2 elementli alt çoxluqlarının sayı hansıdır? Neçədir? Kombinizonla tapılırdı. Neçə element var? 6 dənə. 2 elementli alt çoxluqların sayı eləyəcək kombinizon 6-dan 2.
Yəni 6 faktorial bölünsün 2 faktorial vurulsun 6-nın üstü 2 faktorial, yəni 4 faktorial. Bunu yerinə yazaq, deməli 4 faktorial vurulsun 5 vur 6 bölünsün 4 faktorial vurulsun 2. Bu eləyəcək deməli 30. 3 elementli açıqlıqların sayı kombinizon 6-dan 3. Deməli 6 faktorial bölünsün 3 faktorial vurulsun 3 faktorial. Belə yazaq. 3 faktorial vurulsun 4 vur 5 vur 6 bölünsün 3 faktorial. 3 faktorial da neçədir? 6-dır. Bunlar ixtisar getdi. Bunlar ixtisar getdi. Qaldı nə? 20. Bizdə deyir ki, bir dəqiqə bu demək 15 eləyir. 5 vur 6 30 bölünsün ki 15. Bizə deyir 15 bölünsün 20 vurulsun 100'ü tap. Yəni demək nədir? 2 elementli açıqlıqların sayı 3 elementli açıqlıqların sayı neçə faizdir? Yəni 15 bölünsün 20 vurulsun 100 nə qədər eləyir? Demək 75% edəcək. 46-cı suala baxaq. Demək, biz bilirik ki, dördbucaqlını xaricdən çevrə çəkiriksə, onların demək qarşı-qarşıya duran bucaqların cəmi 180 dərəcəyə bərabərdir, düzdür? Onda bura 65 dərəcədirsə, bura neçədir? Cəmi demək 180 dərəcə olmalıdır. Bura eləyir 115 dərəcə. Onda bura neçə eləyəcək? Və bura eləyəcək 95 dərəcə, düzdür? Cəmləri demək 180 dərəcəyə bərabər olmalıdır. Bizdən soruşur A bucağına D bucağına çıxanda neçə qalır? 115-dən çıxırıq 95-i qalır nə qədər? 20 dərəcə. Tənliyini həll edin. Demək loqaritma kök 2 neçədir? 2 üstü demək 2-də 1-dir, düzdür? 2 üstü 2-də 1. Vurulsun x üstə gəlsin. Nə olduğu kimi saxlayaq. Loqaritma 2 əsasdan x üstə gəlsin. Demək 2 loqaritma 4 əsasdan x. 4 yazaq 2-nin kvadratı kimi bərabərdir 32-yə. Bu 2-də 1 qarşıya tərsi kimi çıxsa, demək 2-də 1-in tərsi nədir? 2-dir də. 2 loqaritma 2 əsasdan x üstə gəlsin loqaritma 2 əsasdan x üstə gəlsin. 2 tərsi kimi çıxsa, yəni 2-də 1 kimi çıxsa, 2-də 1-ə hasil eləyəcək 1, eləyəcək loqaritma 2 əsasdan x bərabərdir 32-yə. Bu eləyir 4 loqaritma 2 əsasdan x bərabərdir 32-yə. Loqaritma 2 əsasdan x bərabərdir 8-ə. X bərabərdir 2 üstü 8. O da eləyir demək 256. Baxaq 48-ə. ABCD və MNKD kvadratlar üçün şərhlənmiş sahəsi 23-dür. Bu kvadratın perimetrini bizdən soruşur. Tutaq ki, bunun tərəfi A-dır. Düzdür, bunun da tərəfi olsun B. Yəni A burada düzdürmü? DK-dır. Burada ümumi B-dir. Düzdür. Şərhlənmiş isə nəyə bərabərdir? Kvadratın, böyük kvadratın sayəsindən çıxırsan, kiçik kvadratın sayəsini, düzdür. Bu bərabərdir, deməli 23-ə. Müxtəsər bulma düsturuna əsasən bilirik ki, bu B minus A vurulsun B plus A-ya bərabərdir. Bu da bərabərdir 23-ə. Tərəflərin uzunluqları tam ədəddirsə, deməli cəmi demək 2 ədədin kvadratlar fərqi 23-dür. Hasil deməli 23-dür, düzdürmü? Tam ədəddirsə, təbii ki, söhbət fiqurdan gedirdi, onun tərəfindən gedirsə müsbət olmalıdır. Yəni 2 hal var əslində. Məsələn, ya bura 23 olsun, ya bura 1 olsun, ya da bura 1 olsun, o tərəf 23 olsun, yəni belə. Amma digər halda təbii ki, biz tərəfi mənfi alırıq. Bu da mümkün deyil. O zaman B plus A 23-dür, B minus A 1-dir. Demək, B plus A 23-dür, B minus A bərabərdir 1-dir. Mən 2 hal var dedim, amma bu, yəni tərəflərin uzunluğu tam ədəd olduğuna görədir. Əgər yəni ədədin hansı çoxluğa daxil olduğunu bizə verməsəydi, bu sonsuz sayda ədəd ola bilərdi, aydındır ki. Demək, tərəf tərəfə toplasaq, 2B bərabərdir 24, B bərabərdir 12, A bərabərdir neçəyə? A da eləyəcək, demək, 11. MNKD demək, kvadratın perimetrini soruşur. A deməli 4 idi, perimetri eləyəcək 4A, yəni 44. Bayram günü üçün hazırlanmış hədiyyə qutularının 5-dəki hissəsi hər gün 40 qutu, qalan hissəsi hər gün 50 qutu paylamaqla 44 günə bitirilməlidir. Qutuların ümumi sayını tapın. Başın, demək, burada demək,
Belə eləyək də, tutaq ki, hədiyyə qutularının sayı 5K-dır, düzdürmü? Yəni bizi kəsin narahat eləməsin də. Bunun 5-də 2 hissəsi nə qədər eləyir? 2K. Hər gün 40 qutu. Qalan hissəsi, qalan nə qədər qalır? 5K-dan 2K-nı çıxaq. Edir nə qədər? 3K. Demək 44 günə bitirilməlidir. Demək belə bir tənlik quraq da onda 2K bölünsün. Demək 40 üstə gəlsin 3K bölünsün. Qalan hissəsi deməli 50 bərabər nəyə? 44-ə. Bunlar qısar getsə qalır nə? K bölünsün 20 üstə gəlsin 3K bölünsün 50 bərabərdir 44-ə. Demək ortaq məxrəc 100. Bu eləyəcək demək 5K üstə gəlsin 6K bərabərdir 44-ə. Demək 11K bərabərdir 4400-ə. K eləyir buradan neçə? Demək 400. Düzdür? Bizdən nəyi soruşur? Qutuların ümumi sayı. Qutuları biz ümumi sayı 5K götürmüşdükmü? O zaman 5K bərabərdir nəsə olur? 2000. Sonra beləcə 2000. 50-ci suala baxaq. Demək, gəlin şəkli bir dənə böyük çəkim mən burada sizin üçün. ABCD rombdur. ABCD. Demək, burada M nöqtəsi götürülüb. Sonra perpendikulyar. Demək, burayla da C-ni birləşdirək. Aha. Demək, AM BM-ə bərabərdir. Demək, AN bura N-dir. AN 2-dir. N-də 6-dır. O zaman rombun tərəfi neçədir? 8-dir. Bu hissələr də bir-birinə bərabərdir. Yəni, bura 4-dür, burada 4-dür. Düzdürmü? İndi fikir verin nəyə? Tutaq ki, bu olsun X. Onu soruşur bizdən. Baxın, bu üç bucağa bir dənə diqqət yetirin. Baxın, bu üç bucağa baxın. Görürsünüz ki, 2 nədir? Hipotenuzun yarısıdır. Deməli, bura neçədir? 30 dərəcə. Onda bura neçə olur? Avtomatik 60 dərəcə. Baxın, bu bucaqla bu bucağın cəmi 180 dərəcə olmalı deyilmi? Onda bura neçə nədir? 120 dərəcə. İndi siz fikir verirsiniz. Demək, M, B, C üç bucaqla. İki tərəf var. 4 və 8. Onlar arasında qalan bucaq da var. Neçədir o da? 120 dərəcə. Demək, bizdən soruşur X-i. Təbii ki, kosinuslar teoremi yazacağıq. Demək, yazaq. X kvadrat bərabərdir 4-ün kvadratı, yəni 16 üstə gəlinsin. 8-in kvadratı 64. Çıxılsın 2 vurulsun. 4 vurulsun. 8 vurulsun. Onlar arasındakı qalan bucağın kosinusu. Kosinus 120 neçədir? Mənfi 2-də 1. O zaman bura müsbət ataq. Bunda vuraq 2-də 1. Düzdür. X kvadrat bərabərdir neçəyə? 16 üstə gəlinsin 64. Üstə gəlinsin demək 4 vurulsun 8 neçə eləyir? 32-yə. X kvadrat bərabərdir. 16 ilə 64-ü toplayanda deməli neçə eləyir? Demək eləyir 80, düzdürmü? 80 plus 32 demək 80 plus 32 nə qədər eləyir? Demək 112 eləyir. Düzdürmü? 112. Demək C-nin parçasının uzunluğunu soruşur. X eləyəcək. Demək kök altında neçə? 112. Belə. Bərabərsizlər sisteminin yeganə həlli olarsa M çıxılsın N fərqini bizdən soruşur. Belə eləyək. Deməli, gəlin buradan X-i tapaq. Demək 2X böyüdür nədən? M çıxılsın 3. Demək 2X kiçikdir N üstə gəlsin 4-dən. Demək buradan X nəyə bərabər? X böyük bərabərdir nədən? M çıxılsın 3 bölünsün 2. X kiçik bərabərdir. Demək N üstə gəlsin 4 bölünsün 2. Demək X-dən böyük bərabərdir və buradan da X-dən kiçik bərabərdir. Yəni bu hal demək bərabərsizlər sistemin yeganə həlli var. Düzdürmü? O zaman M çıxılsın 3 bölünsün 2 bərabər olacaq N üstə gəlsin 4 bölünsün 2-yə. Düzdür?
O zaman m çıxılsın 3 bərabərdir n üstə gəlsin 4-ə. M çıxılsın n bərabər olacaq neçəyə? 7. Elə bunu soruşur da bizdən. Cavab eləyəcək 7. 52-ci suala baxaq. Deməli, ABC bərabər tərəfli üçbucaqdır. AB tərəfinə D nöqtəsindən toxunur, C təpə nöqtəsindən keçir. BY 4-dür. Demək, BY 4-dür. YS 5-dir. AD parçasının uzunluğunu bizdən soruşur. Demək, bura olsun tutaq ki, x. Biz bilirik ki, x kadar nəyə bərabərdir? 4 vurulsun 4 plus 5-ə. X kvadrat bərabərdir neçəyə? 4 vurulsun 9, 36. Demək, x bərabərdir 6. X 6-dır. Deyir ki, üçbucaq bərabər tərəflidir. Yəni, bütün tərəflər bir-birinə bərabərdir. Bura 9-dursa, o zaman burada nə olmalıdır? 9 olmalıdır, düzdür? Bura 6-dırsa, bura neçədir onda? Yəni, AD-ni soruşdu bizdən 3. Cavab eləyəcək, deməli, 3. Baxaq bu suala. Deməli, funksiyasının qrafiki apsis toxunu A və B ordinat toxunu C nöqtəsində keçir. Deməli, A 2 0 olarsa, B və C nöqtələrinin apsisləri cəmi tapın. Demək, x 2-dir, y 0-dır, düzdür? Bu nə idi yazdım? Bu x 2-dir, y də 0-dır. X-in 2 qiymətini funksiyada yerinə qoyaq. O da bərabər olacaq 0-a, düzdür? Yəni, belə deyək də, bu x-in qiymətidir, bu isə f(x)in qiymətidir. Aha. Demək, x-in 2 qiymətini yerinə qoyaq. 4 çıxılsın, 2 vurulsun, a plus 1 üstə gəlsin, a minus 4 bərabərdir 0-a. Demək, 4-lər islah olunur. Diqqət edin, islah, ixtisar yox, islah. Çıxılsın nə idi? Mənfi 2a çıxılsın 2, üstə gəlsin a bərabərdir 0-a. Demək, mənfi a çıxılsın 2 bərabərdir 0-a. Bir dəqiqə, demək, aha. Demək, mənfi a bərabərdir 2-yə. A neçə oldu? Mənfi 2, düzdür. Mənfi 2 qiymətini gətirək, burada yerinə qoyaq. Olacaq nə? X kvadrat çıxılsın. Mənfi 2 üstə gəlsin 1 olsun x. Çıxılsın 6. Demək, x kvadrat plus x minus 6. Yəni, bu f(x) funksiyasıdır. Demək, gəlin bunu vuruqlara ayıraq bir dənə. X plus 3 vurulsun. Demək, x minus 2. Bir dənə bunun qrafikini fikir verin uşaqlar. Aydındır ki, bu paraboladır. Bizə deyir ki, demək, funksiyasının qrafiki apsis toxunu A və B nöqtələrində kəsir. Görürsünüz ki, deməli, baş ətindən misal müsbətdir. O zaman bu, deməli, parabolanın qolları yuxarı olacaq. Və demək, bu C nöqtəsidir, düzdürmü? C nöqtəsidir. Ordinat toxunu C nöqtəsində kəsir. Və C nədir? Ümumiyyətlə, ordinat toxu üzərində apsis 0-da, düzdürmü? Yəni, sərbəst hədd olacaqdır, mənfi 6. Düzdür? Baxın, mənfi 6. Bu nöqtənin koordinatı olacaq neçə? 0, x-i 0 daxı. Y edirik, mənfi 6. Demək, A 2 0-dır. Yəni, bax, bura A neçədir? 2, 0. Onda bura neçə olacaq? Bu da, elə bil ki, budur da, elə bil ki. Bu neçə olacaq bəs? Bu da olacaq B, mənfi 3, 0. Bizdən nəyi soruşur? B və C nöqtənin apsisləri cəmini. B-nin apsisi nədir? Mənfi 3. C-nin apsisi nədir? 0. Mənfi 3 üstə gəlsin 0. Cavab eləyəcək mənfi 3. 54. Baxın, 54-ü biz axırıncı sınavımızda izah eləmişdik. Demək, AB və AC vektorlarının skalyar hasisini tapın. Demək, AB vektorunun biz gərək komponentlərini yazaq. Yəni, baxın, bu AB vektorudur. A nöqtəsinin koordinatları mənfi 1, 4-dür. B nöqtəsinin koordinatları demək 2, 3-dür. O zaman AB vektorunun koordinatları nəyə bərabər olacaq? 2 çıxılsın mənfi 1, 3. 3 çıxılsın 4, mənfi 1. Bəs AC vektorunun komponentləri nəyə bərabər olacaq? Bu AC-dir. A nöqtəsinin koordinatı yenə mənfi 1, 4. C-nin koordinatları 5, mənfi 6. O zaman AC vektoru demək bərabərdir.
5 çıxılsın -1, 6, -6 çıx 4, -10. Koordinatlarla verilmiş vektorların skalar hasilini biz bilirik ki, uyğun komponentlərin hasilləri cəminə bərabərdir. Yəni 3-ü 6-ya vurursan 18, üstünə gəlirsən -1 vurulsun, -10 eləyir 10. 18 üstə gəlsin 10, cavab eləyəcək 28. Gəlin xatırlayaq bir dənə bunu, qaydanı xatırlayaq. Məsələn, A vektorunun koordinatları AX, AY, B vektorunun koordinatları demək BX, BY olarsa, A vurulsun B skalar hasili bərabərdir AX vurulsun BX, üstə gəlinsin AY vurulsun BY olacaq. Baxaq axırıncı sualımıza. Demək, bütün hədləri müsbət olan ədədi silsilənin ilk 3 ardıcıl həddi budur. Biz demək, biz ədədi silsilədə ədədi orta qaydasını bilirik də. Məsələn, x kvadrat minus 1 nəyə bərabərdir? X kvadrat minus 1 bərabərdir. X üstə gəlsin 3x plus 4 bölünsün nəyə? 2-yə. O zaman 2 belə yazaq. Vurmayaq heç. X kvadrat çıxılsın 1 bərabərdir. Bu eləyir 4x üstə gəlsin 4 bölünsün 2. Demək, x kvadrat minus 1 nəyə bərabərdir? 2x üstə gəlsin 2-yə. O zaman demək, x kvadrat minus 2x minus 3 bərabərdir 0-a. Demək, bu təni vuruqlara ayırsaq, tənlik yox, çox yanlış söz dedim. Demək, vuruqlara ayıraq da bu kvadrat üzərini. X minus 3 vurulsun x plus 1 bərabərdir 0. X1 bərabərdir 3, x2 bərabərdir -1. Düzdür? Demək, bütün hədləri müsbətdirsə, təbii ki, x -1 ola bilməz axı. Çünki x -1 olsa, artıq birinci hədd olacaq mənfi. Demək, x 3-dür. Onda x 3-dürsə, məsələn, birinci hədd nədir? 3. İkinci hədd, deməli, 3-ün kvadratı 9 çıxılsın 1, 8. 8-dən 3 çıxsaq, neçə eləyir? 5. Demək, bizim silsilə fərqimiz neçə imiş? 5 imiş. Oldu dostlar, sağ olun.